Əziz və hörmətli dostlar, dəyərli həmkarlar, keyfiyyət mütəxəssislərimiz. Yenə də keyfiyyətin idarə etməsi mövzusu ilə davam edirik. Videomuzu keçən dəfə danışdığımız mövzu ilə davam edirik. Keyfiyyətin idarə etməsi və yoxlama prinsipləri ilə bağlı tanışırdıq. Yoxlama prinsipləri arxada fonda gördüyümüz uyğunluğun qiymətləndirməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Burada biz qeyd etməliyik ki, uyğunluğunu qiymətləndirməsi sahələri var. Hansı ki, Azərbaycan Akkreditasiya vasitəsilə arkada gördüyünüz akkreditasiya bazası vasitəsilə nəzarət edilir. Yəni Azərbaycanda sahə üzrə işlərin icrası ilə məşğul ola biləcək icazələrin bazasıdır. Biz bunu qeyd etməliyik ki, uyğunluq qiymətləndirməsi sahələri sol tərəfdə gördüyümüz işlərdən ibarətdir. Sınaq laboratoriyaları, kalibrasiya laboratoriyaları, ölçmə vəsitələrinin yoxlanmasını aparan qurumlar, idarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı, malın və ya xidmətin işin sertifikatlaşdırma aparan orqanı, inspeksiya orqanı və təbii ki, şəxslərə təlim nəticəsində sertifikatları verən orqanlar tərəfindən. Hər bir bu sahənin özünə xas standartı var. O standart əsasında akkreditasiya alır və şirkət aldığı işə görə xidmət göstərməyə başlayır. Onu da qeyd etmək lazımdır ki, əgər biz nümunə olaraq, məsələn, danışsaq, tikinti sektorunu nümunə olaraq götürsək, tikinti məcəlləsində bir sıra yerlərdə görə bilərik ki, uyğunluğun qiymətləndirməsi vacib bir məsələdir və bir çox tikinti məcəllənin bir çox bəndində məhz uyğunluğun qiymətləndirilməsi tələb edilir. Bu istər tikintidə işləyən personal olsun, istər material olsun. Bir sıra tikinti məcəlləsində maddələr var ki, uyğunluğun qiymətləndirməsinə tələb olaraq göstərmişdir. Özəlliklə hal-hazırda mən tikinti məhsulları ilə bağlı, məmulatları ilə bağlı hissəsindəyəm, yəni 10-cu tikinti materialları və məmulatları ilə bağlı hissəsindəyəm. Biz burada açıq aydın görə bilərik ki, burada bir neçə yerdə uyğunluğun qiymətləndirməsi ilə bağlı tələb var. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.